Şimali Amerika materikinin sahəsi 24,3 milyon kvadrat kilometrdir. Materik sahəsinə görə Avrasiyadan, Afrikadan geri qalmaqla 3-cü yerdədir. Materik 3 okeanla əhatələnmişdir. Şərqdən Atlantik okean, Materik şimaldan Şimal buzlu okeanla əhatələnib. Şimal buzlu. Materik qərbdən isə Sakit okeanla əhatələnmişdir. Sakit okean. Deməli, sahəsi nə qədər oldu? 24,3 milyon kvadrat kilometr. Hansı okeanlarla əhatələnib? Şimaldan Şimal buzlu okean, şərqdən Atlantik okean, qərbdən isə Sakit okean. Şimali Amerika materikinin dənizləri Karib dənizi, Sarqas dənizi, Labrador dənizi, Baffin dənizi, Beaufort dənizi, Çukot dənizi və Bering dəniz. Bering dənizi Sakit okean hövzəsinə, Çukot, Beaufort, Baffin dənizləri Şimal buzlu okean hövzəsinə, Sarqas dənizi, Karib dənizi, Labrador dənizi isə Atlantik okean hövzəsinə aid olan dənizlərdir. Deməli, 1 nömrə hansı dənizdir? Bering dənizi, 2 nömrə, Çukot dənizi, 3 nömrə, Beaufort, 4 nömrə, Baffin dənizi, 5 nömrə, Labrador, 6 nömrə, Sarqas dənizi, 7 nömrə, Karib dənizi. Şimali Amerika materiki ətrafında olan körfəzlər: Kampeçe körfəzi, Meksika körfəzi, Men körfəzi, Fandi körfəzi, Müqəddəs Lavrenti körfəzi, Hudson körfəzi, James körfəzi, Ungava körfəzi, Fox körfəzi, Amundsen körfəzi, Sakit okean hövzəsinə aid olan Alyaska və Kaliforniya körfəzləri. 1 nömrə hansı oldu? Alyaska. 2 nömrə Kaliforniya, 3 nömrə Kampeçe, 4 nömrə Meksika, 5 nömrə Men körfəzi, 6 nömrə Fandi körfəzi, 7 nömrə Müqəddəs Lavrenti körfəzi, 8 James körfəzi, 9 Ungava körfəzi, 10 nömrə Hudson, 11 nömrə Fox körfəzi, 12 nömrə isə Amundsen körfəzi. Materik ətrafında olan boğazlarla davam eləyək. Yucatan boğazı Yucatan yarımadasını Kubadan ayırır. Florida boğazı Florida yarımadasını Kubadan ayırır. Hudson boğazı Baffin torpaq adası ilə Labrador yarımadası arasındadır. Baffin torpaq adasını Qirlandiyadan ayıran boğaz isə Davis boğazıdır. Qirlandiya adasını İslandiya adasından ayıran bu boğaz isə Danimarka boğazıdır. Materikin şimal-qərbində Şimali Amerika materikini Avrasiya materikindən ayıran boğaz Bering boğazıdır. Bering boğazı eyni zamanda Çukot və Bering dənizlərini birləşdirməklə Şimal buzlu okean və Sakit okeanı da birləşdirmiş olur. Şelxov boğazı. Boğazlar hansılar oldu? 1 nömrə Şelxov, 2 nömrə Bering boğazı, 3 nömrə Danimarka, 4 nömrə Davis, 5 nömrə Hudson boğazı, 6 nömrə Florida boğazı, 7 nömrə isə Yucatan boğazı. Şimali Amerika materiki ətrafında yerləşən adalarla davam eləyək. Kuba adası, Yamayka, Haiti adası, Puerto Rico adası. Bu adalara həm də Böyük Antil adaları da deyilir. Onlardan cənub-şərqə Kiçik Antil adaları da yerləşmişdir. Baham adaları, Bermuda adaları, Newfoundland adası, Qırlandiya adası, Baffin torpaq adası, Ellesmere, Devon, West şahzadəsi, Melville adası, Victoria adası, Banks adası, Müqəddəs Lavrenti adası, Kraliçə Charlotte, Vancouver adası, Meksikaya məxsus olan Guadalupe adası. Bu adalar materik ətrafında yerləşən əsas iri adalardır. Deməli, 1 nömrə hansı ada oldu? Ellesmere, 2 nömrə Devon adası, 3 nömrə West şahzadəsi, 4 nömrə Melville adası, 5 nömrə Victoria adası, 6 nömrə Banks adası, 7 nömrə Baffin torpaq adası. Bu adalara Kanada Arktika arxipelağı da deyilir. 8 nömrə Qırlandiya adası, 9 nömrə Newfoundland adası, 10 nömrə Bermuda adaları, 11 nömrə Baham adaları, 12 Kuba adası, 13 Yamayka, 14 Haiti adası, 15 Puerto Rico adası, 16 nömrə Guadalupe adası, 17 nömrə Kraliçə Charlotte, 18 nömrə Vancouver adası, 19 nömrə isə Müqəddəs Lavrenti adasıdır. Şimali Amerika materikinə aid olan yarımadalarla davam eləyək. Yucatan yarımadası, Florida yarımadası, Labrador yarımadası, Ungava yarımadası, Butiya yarımadası, Alyaska yarımadası və Kaliforniya yarımadası. Deməli, 1 nömrə hansı yarımada? Alyaska, 2 nömrə Butiya yarımadası, 3 nömrə Ungava yarımadası, 4 nömrə Labrador yarımadası, 5 nömrə Florida, 6 nömrə Yucatan yarımadası, 7 nömrə isə Kaliforniya yarımadasıdır.
Fikir verdinizsə, Şimali Amerika materiki ətrafında ada, yarımada, dəniz, körfəz, boğaz daha çox sayda oldu. Buna səbəb materikin sahil xəttinin çox girintili, çıxıntılı olması və daha çox parçalanmasıdır. İndi isə materikin daxili hissələri ilə davam eləyək. Materikin ucqar nöqtələrinə şimalda Meriçisyon burnu, cənubda Mariato burnu, şərq ucqar nöqtəsi Saint Charles, qərb ucqar nöqtəsi isə Uels Şahzadəsi burnudur. Hansı ucqar nöqtələr oldu? Şimalda Meriçisyon, cənubda Mariato, şərqdə Saint Charles, qərbdə isə Uels Şahzadəsi. 1. Şimal ucqar nöqtəsi Meriçisyon burnu, 2. Cənub ucqar nöqtəsi Mariato burnu, 3. Şərq ucqar nöqtəsi Saint Charles, 4. Qərb ucqar nöqtəsi Uels Şahzadəsi. Şimali Amerikada yerləşən əsas dağ sistemi materikin qərbində yerləşən Kordilyer dağlarıdır. Bu dağlarda ən uca zirvə Alyaska silsiləsində 6194 metr hündürlüyə malik olan McKinley və yaxud Denali zirvəsidir. Denali zirvəsi materikin ən yüksək nöqtəsidir. Materikdə ən alçaq nöqtə isə -86 metr ölüm dərəsi hesab olunur. Kordilyer dağları bir neçə hissədən ibarətdir. Məsələn, Alyaska silsiləsindən, sonra sahil silsilədən, Kaskad dağlarından, şərqi Kordilyerə aid olan qayalı dağlardan və s. ibarətdir. Yəni, qərbi Kordilyerə daxil olan sahil silsilə, Kaskad dağları yadda saxlayaq ki, cavan olması ilə fərqlənir, Alp qırşıqlığında formalaşmış dağlardır və bu dağlar Şimali Amerika litosfer tavası ilə Sakit Okean litosfer tavasının toqquşma zonasına uyğun gəlir. Yəni, seismik cəhətdən daha fəal dağlardır. Amma şərqi Kordilyerə daxil olan qayalı dağlar isə nisbətən qədim olması ilə, yəni Mezozoy erasında yaranmış dağlardır. Bilirik ki, qayalı dağlar Mezozoyda formalaşıb. Ona görə seismik cəhətdən qərbi Kordilyerdə yerləşən silsilələrdən bir qədər geri qalır. Şimali Amerika materikinin şərq hissəsində qədim dağ Apalats dağları yerləşir və burada ən uca zirvə Mitchell zirvəsidir, 2037 metr. Deməli, Apalats dağları qədim dağlardır, zirvəsi 2037 metr Mitchell zirvəsidir və qeyd eləyək ki, Apalats dağları Kaledon Hertzin dağ əmələ gəlmə mərhələlərində, yəni Paleozoy erasında formalaşmış qədim dağdır. Seismik cəhətdən sabitdir, zəlzələ, vulkanizm hadisələri müşahidə edilmir. Şimali Amerikanın vulkanları şimaldan cənuba doğru. McKinley və ya Denali sönmüş vulkandır. Rainier, Shasta hər ikisi fəaliyyətdə olan vulkanlardır. Colima fəaliyyətdə olan vulkandır. Orizaba fəal vulkandır. Popocatépetl fəaliyyətdə olan vulkandır. Taxamulco fəaliyyətdə olan vulkandır. Həmçinin Mərkəz Amerikada Martinika adasında yerləşən Montompele vulkanı da fəaliyyətdə olan vulkanlara aiddir. Şimali Amerikanın vulkanlarına bir daha aydınlıq gətirək. 1 nömrə Denali və ya McKinley vulkanı sönmüş vulkandır. 2 nömrə Rainier, 3 nömrə Shasta vulkanları, 4 nömrə Colima, 5 nömrə Orizaba vulkanı, 6 nömrə Popocatépetl vulkanı, 7 nömrə Taxamulco vulkanları. Bu vulkanlar yadda saxlayaq ki, fəal vulkanlardır. Bir dənə sönmüş vulkan hansı oldu? McKinley və ya Denali vulkanı. Şimali Amerika materikində yerləşən düzənliklər. Mərkəzi Kordilyerdə olan düzənliklər, yəni aktiv fəal zonada yerləşən düzənliklər, başqa sözlə geosinklinalda yerləşən düzənliklər. Kolumbiya platosu, Böyük Hövzə, Kolorado platosu, Meksika yaylası. Şərq hissədə nisbətən platforma zonasına uyğun gələn düzənliklərə mərkəzi düzənliklər, Atlantik yanı ovalıq, Mississippi ovalığı, Meksika yanı ovalıq, sonra böyük düzənliklər. Gəlin bu düzənliklərə nömrələr üzərində bir daha aydınlıq gətirək. 1 nömrə nə oldu? Kolumbiya platosu. 2 nömrə Böyük Hövzə. 3 nömrə Kolorado platosu. 4 nömrə Meksika yaylası. 5 nömrə böyük düzənliklər. 6 nömrə mərkəzi düzənliklər. 7 nömrə Mississippi ovalığı. 8 nömrə Meksika yanı ovalıq. 9 nömrə isə Atlantik yanı ovalıq. Şimali Amerika materikinin çayları və gölləri. Meksika körfəzinə tökülən çaylar. Rio Grande çayı. Rio Grande həm də sərhəd çayıdır. Meksika-ABŞ sərhədindən axan çaydır. Mississippi çayı Şimali Amerikanın ən nəhəng çayıdır. Meksika körfəzinə tökülür. Mississippi çayının qolları Missouri, Ohio, Arkansas. Mississippi çayının qolları hansılardır? Missouri, Ohio, Arkansas. Böyük gölləri Atlantik okeanla əlaqələndirən bu çay müqəddəs Lavrenti çayıdır. Hudson körfəzinə tökülən bu çay Nelson çayıdır. Şimal istiqamətdə axan bu çay Mackenzie çayıdır və Beaufort dənizinə tökülür. Qərbə doğru axan bu çay isə Yukon çayıdır. Yukon çayı Bering dənizinə, yəni Sakit Okean hövzəsinə aiddir. Həm Yukon çayı, həm də Mackenzie çayı Rusiyanın Sibir çaylarını xatırladan çaylardır. Yəni qış aylarında donan çaylardır. Kordilyer dağlarından başlayıb Sakit Okeana tökülən çaylar isə qısa olmaları ilə, lakin düşmə kəmiyyətlərinin böyük olması, sürət və meyilliklərinin çox olması ilə fərqlənirlər. Bu çaylardan da ən nəhəngləri Kolumbiyadır, birbaşa Sakit Okeana tökülür. Colorado, Kaliforniya körfəzinə tökülür.
Həm Kolumbiya çayında, həm də Kolorado çayında nəhəng kanyonlar əmələ gəlir. Qeyd elədiyimiz çaylara gəlin nömrələr üzərində bir daha aydınlıq gətirək. 1 nömrə hansı çaydır? Yukon çayı. 2 nömrə Mackenzie çayı. 3 nömrə Nelson çayı. 4 nömrə Müqəddəs Lavrenti çayı. 5 nömrə Mississippi çayı. 6 nömrə Rio Grande çayı. 7 nömrə Colorado çayı. 8 nömrə isə Kolumbiya çayı. Şimali Amerikanın gölləri. Böyük Ayı gölü, Böyük Kölə gölü, Athabasca, Winnipeg gölü, Yuxarı göl, Michigan gölü, Huron gölü, Erie gölü, Ontario, Böyük Duzlu göl, Mərkəzi Amerikada isə Nikaragua gölü. Bu göllərdən Böyük Ayı, Böyük Kölə, Athabasca, Winnipeg, Yuxarı, Michigan, Huron, Erie, Ontario gölləri yadda saxlayaq ki, yəni bu arealda yerləşən bütün göllər şirin sulu, buzlaq mənşəlli, axarlı göllərdir. Materikdə olan Böyük Duzlu göl elə materikin ən böyük duzlu gölüdür. Mərkəzi Amerikada yerləşən Nikaragua gölü isə yadda saxlayaq ki, tektonik mənşəlli şirin sulu göldür. Materikin ən böyük gölü isə şirin sulu Yuxarı göldür. Ümumiyyətlə, Yuxarı göl dünyada ən böyük şirin sulu göldür. Gəlin həmən göllərə rəqəmlərlə bir daha aydınlıq gətirək. 1 nömrə hansı göl oldu? Böyük Ayı gölü. 2 nömrə Böyük Qul gölü və ya Böyük Kölə gölü. 3 nömrə Athabasca. 4 nömrə Winnipeg. 5 nömrə Yuxarı göl. 6 nömrə Michigan. 7 Huron gölü. 8 Erie. 9 Ontario. 10 nömrə Böyük Duzlu göl. 11 nömrə isə Nikaragua gölü. Şimali Amerikada Erie-Ontario gölləri arasında dünyanın ən nəhəng, yəni ən enli şəlaləsi Niagara şəlaləsi yerləşir. Erie-Ontario gölləri arasında hansı şəlalədir? Niagara şəlaləsi. Şimali Amerika materiki iki yarımkürədə şimal və qərb yarımkürələrində yerləşir. Materikdən ya ekvator xətti, ya 180-ci coğrafi uzunluq, ya da Greenwich meridianı keçmir. Ona görə şərqdə yaxud cənub yarımkürəsində yerləşmir. Materikdən şimal qütb dairə xətti keçir, həm də şimal tropik xətti keçir. Ona görə materik 3 işıqlanma qurşağına düşür. Şimal qütb dairədən şimalda qalan bu ərazilər qütb işıqlanma qurşağıdır. Qütb. Yəni bu ərazilərdə Ellesmere, Devon, Victoria, Banks, Beaufort dənizi, Amundsen körfəzi, Baffin dənizi yadda saxlayaq ki, eləcə də Çukot dənizi qütb işıqlanma qurşağına düşür. Qütb işıqlanma qurşağından cənubda 66.5 şimal qütb dairədən şimal tropik xəttinə qədər olan bu ərazilər isə mülayim işıqlanma qurşağına düşür. Mülayim. Yəni Huron, Erie, Ontario, Michigan gölü, Winnipeg gölü olsun, Böyük Duzlu göl olsun, böyük düzənliklər olsun, Meksika yanı ovalıq, Atlantik yanı ovalıq, Mississippi ovalığı, Apalaç dağları olsun, Labrador yarımadası olsun. Yadda saxlayaq ki, bu ərazilər və ya Hudson körfəzi olsun, açıq-aşkar mülayim işıqlanma qurşağına düşür. Şimal tropik xəttdən cənubda qalan bu ərazilər isə tropik işıqlanma qurşağına aiddir. Tropik. Deməli, Yamayka adası, Haiti adası olsun, Kuba adasının əksər hissələri olsun, Yucatan yarımadası olsun, Popocatépetl vulkanı, Taxamulco vulkanı olsun, Nikaragua gölü olsun. Bu ərazilər əlbəttə Karib dənizi olsun, yadda saxlayaq ki, tropik işıqlanma qurşağına düşür. Bəzi coğrafi obyektlər isə həm tropik, həm mülayim və yaxud həm qütb, həm də mülayim işıqlanma qurşağına düşür. Çünki həmən coğrafi obyektlərdən ya şimal tropik xətti keçir, ya da şimal qütb dairə xətti keçir. İki işıqlanma qurşağında yerləşən coğrafi obyektlərə Baham adaları, Meksika körfəzi, Meksika yaylası, Kaliforniya yarımadası, Kaliforniya körfəzini qeyd edə bilərik. Çünki o coğrafi obyektlərdən şimal tropik xətti keçir. Ona görə onlar həm tropik, həm də mülayim işıqlanma qurşağına düşürlər. Həm qütb, həm də mülayim işıqlanma qurşağında yerləşən coğrafi obyektlərə isə məsələn Qırlandiya adası aiddir. Çünki şimal qütb dairə keçir. Baffin torpaq adası aiddir. Böyük Ayı gölü aiddir. Bering boğazı aiddir. Yukon çayı aiddir. Mackenzie çayı aiddir. Yəni bu coğrafi obyektlərdən şimal qütb dairə keçdiyi üçün həm qütb, həm də mülayim işıqlanma qurşağına düşürlər. Materik ətrafında ən böyük cəryanlara Labrador cəryanını göstərə bilərik. Soyuq cəryandır. Şimal-şərq hissədə temperaturun aşağı düşməsinə səbəb olan cəryandır. Şərq hissədə isə isti cəryan Gulf Stream cəryanıdır. Gulf Stream cəryanı təsiri ilə sahil zonaya bol rütubət düşür. Materikin qərbində, şimal-qərb hissəsində Alyaska isti cəryanıdır. Bu cəryanın təsiri ilə həmən ərazilərə bol yağıntı düşür. Kaliforniya körfəzi yaxınlığından keçən, Kaliforniya yarımadası yaxınlığından keçən eyni adlı cəryan isə Kaliforniya cəryanı. Kaliforniya soyuq cəryandır və sahil zonada quraq iqlimin formalaşmasına səbəb olur.